Bu videoyu gözlədiyini bilirəm. Sən bu videonu gözləyirsən, bilirəm. Sən o kamera başında şey, kamera nə? Bugün qurban olun milləti, mənim 28-ci, 27-ci nə bir şeyinci bölümü ilə qarşınızdayım. Bugün çox epik Azərbaycanda videolar baxacağıq. Bildiyin ən şit zarafat. Bildiyin ən şit zarafat. Bilirəm işte. Bəli. Çağır. Nə deyirsən, Raşin eləyəcək maksimum zarafat da yəni. İnşallah bu videonun altında ən şit zarafatları yazın. Bəlkə zarafatları oxuduğum bir dənə video çəkə bilərəm. Ha çarəsizdir. Oy züpü. İkisi sübüdəsin də. Heç nə, fişəşi ki nağarım ay zübüylə. Patriotru'nun videosu gəldi. Bilin, bəşəriyyətdə ilk dəfə hansı baba ki çıxı diva, bu nəvəyə mənim adımı qoyun. Ümumiyyətlə, Azərbaycanın bu adı sənənə gətirir. Uşaqlar ancaq nənə ilə babanın adını qoyun. Bax, onun əlinə ilə nəvəsi versin, qoza cəmdək. Bilin, nə bilim, onsuz da bu uşaq burada doğulur, həyatı 1-0 geridə başlayır. Bir də adını qoyursan bilə Şəmsəddin, Niyaməddin bu... Oy, bilin, ala... Sən özün adamda bir düşüncə, məntiq deyilən bir şey var da qardaş. Yaşayırsan paleolit dövründə Niyaməddin adını. O normaldır. Bu uşaq 29-cu əsrdə bəlkə də futbolçu olacaq bu. Bu Niyaməddin adında futbolçu olur ki. Biraz Niyaməddin olaraq videoya üzüldüm. Görüldü atanları demək istədiyim. Sən kimsən hə? Mən görüldü atsan. Ki bomba oğlan zatsan sən. Davaya buradan. Qoy beyninə. Güləyindi. Bu nə da? Allah bir bu mahnı çıxartmadığı qalmışdı. Allah sən can bunun girib mahnısına qulaq asan var həqiqətən. Bir insan playlistində bu mahnısı varsa, yəni uzaqlaşın da o adam ya. Səs yoxdur o videoda. Gecə sənsiz yatamam, səni başdan atam. Belə bir şey göstərmirdi belki de bana oyunda. La ablam 32 GB yer açtı. Oy züpür. Kahve yaramadı. Kız o neydi? Kız o neydi? Ha? Ne oldu Zeyna? Karnım acıkacak. Sen Allah. Dəhşət utandım ay Zibilcör sən hələ. Buranı kəsəbilirsiniz də, oraya yayınlamamışlar və kəsəbilirsiniz də. Yəni burası niyə kəsmiyorsunuz? Zamanı bir əmr eləməyə çalışırsınız. Əxlaq qrupuna assalamu alaykum rahmetullah. Mən bunu taksini çağırmışam ki, mən gedim ora. Siz də deyirsiniz ki, düşün Xətayda, gedin metro ilə. Mən yəni metro ilə gedərsiyəmsə niyə taksi çağırım? Mən də gedə bilmirəm də, onu mən nədə gedim, orada. Necə cəmaət necə gedir? Biz də o şəkildə gedirik. Yatmağa gəl, biz buradan neyirik? Mən də taksini çağırmışam ki, normal şəkildə rahat gedim. Nə qədər orada yazırsa, o qədər O çıxmayacaq ki, mən gözləmə vurmuşam burada. Gözləmə niyə vurursunuz ki? Probka da mən neyirim, mən burada nə fərq edim? Gözləmə mən burada yatım. Probkada o mənim günahım deyil ki, probka olmaz. Bir dəqiqə, nə? Gözləmə mi vurub? Gözləmə bilirsiniz nədir? Gözləmə normalda yəni müştəri maşına minənə qədər əgər gecikibsə, yəni 5 dəqiqə falan, 3 dəqiqə, 5 dəqiqə olur da. Onda gözləmə vursan ki, artıq pul yazır. Bu adam bu maşının içindədir və probkada gözləyir, deyir ki, gözləmə vurur. Bu qadının nə günahı var burada? Mən sizi başa düşmürəm tam olaraq. Probkadır və siz mənə deyirsiniz ki, biz ora gec-gec çıxacağıq. Siz düşün metro ilə gedin. Və deyirsiniz ki, mən ora gözləmə vurdum. Siz gözləmə niyə vurursunuz ki? Bəs dayanım burada necəyim mən? Ay da şoferin var, danışığına çox qızıq oldum. Billəmi, hərəsi var, bir gəp iki gəp kimdən qopartdım söhbətdə, başa düşsən. Yaxşı ki, xanım burada səsini çıxardıb ya, yoxsa eləməsə də Allah bir neçələrinə beləsi eləyirmiş o. Gözləmə siz onda vura bilərsiniz, siz məni gözləyirsiniz və məndən əlavə ödəniş çıxar. O gözləməniz zəhmət olmasa orada ləğv eləyin. Yolun probkasıdır. Siz məni gözləmirsiniz ki. Burada yolda gözləyirik də, yolu gözləyirik. Yolda gözləyirsən, sən xanımı gözləmirsən. Oy da. Məni gözləyəndə siz o zaman gözləmə vura bilərsiniz və əlavə ödəniş çıxar. Düz deyir bu arada. Sonuna qədər haqlıdır bu arada. Başa düşmürəm. Bunlar nə yaşayırlar, nə yeyib içirlər sən öl bu. Birinci dəfədir bunları paltarda görürəm. Ay Zibir. Şampiyonlar kadrosu de. Şampiyonlar Niyaməddin? Vallahi heç şeylərdir elə biləm eyni toydadır bunlar. Qızlar az yox 100 manatımız var, Tarago vecilə bilmərik. 5 manat da olanlar. Paytaxtı Madrid şəhəridir və bura möhtəşəm Santiago Bernabeu'dur. Biraz 5 manat çox oldu, 50 qəpik bəs. 5 dənə oğlan birdən cips almaq üçün bura kifə girəndə. Smile. Yo. I said smile. Such a good boy. Olmaq istəmirəm such a good boy. Tamam, siz spirtisi qəbul etmisiniz? Yox. Biraz bayrama görədir. Təzə il gəlir. Bir bakal özü çıqqılı bakal. Bayrama görə etmisiniz? Hə, biraz. Burada nə var ki? Bəs nə görə nə qədər? 5 dənə tut belə tut. Nə bomboş idi hə bu? Oy Zibir. Oğlum ne de la?
Korktum ha. Biraz dayı səhvən pensiyasına. Kız da şoka düştü. Şu buna qarlıdır. Yanıq Pro Max. Bizim şey evli adam görməyib. Royan mahnısı niye Russadır? Dayama dayya. Aa, qaqaşlara var. Görməmişlər. Sonra biz nə vaxt görəcəyik, biz nə vaxt qabağa gedəcəyik. Sən öldürəm. Messi Bakıda. Bəli, qatılıram. Messi'yə halaldır. Ronaldo'ya da halaldır. İkisi də halaldır. Bunlar nə var ha? Sarvan çökerler yeter adana. Oh yeah. Cez varım. Qalan necə razı salsın səncə? Hislerin harbi gerçek mi? Vala vala vala. Pocket dolu içinde. Vala vala. Habibi. Dayı nə qarırlar ha? Dayı aynı edir. Oy, acından oldum ha. Oy, bula, ulan nə varıblar ola? Vəsiqə qoyublar ya əməlli başlı. Birinin vəsiqəsi olur, bir şey qoyur. İmza. Ala, imza atıblar ya əməlli başlı bilən. O, nəyə qəşəng satdım lan? Lan əl vurana söyüş vur. Ay. Evdə neçə nəfər yaşayırlar səncə? Bir dənə soyucuda 7 dənə şey var idi. Mənə vətənpərvər olanlar xoşum gəlir. Bu videonun sonra qız vətəndən soyacaq. Sinifdəki gay potensiallı uşağa mırta biraz şöyle deyərəm. Olsaydı zamanı durdururdum. Bizim sinifdə də belə uşaq var idi. Qızlar tualetdə güzələndə, onun da tualetdə. Salam aleykum, Allah sizi qorusun. Toyda bu mahnı ilə Stars yediğimiz vaxtlar yadıma düşər. Aga be, best vaxtlar idi ya. Stars ne, pomidor xiyar, bir də kapsiyonlu şey olurdu. Yani. Çabuk çayına qədər doyurdu. Vay, da qoza gəzən oğlan. Ay zübül. Paşa. Biraz bu ay kabriyolette gəzən oğlan. Bunlar nə qədər? Yetqanı apardılar, gətirmədilər. Yetqan sasına bax, pol şərbəsinə oxşayır. Sırıl yetka, şiş yetka, dağıl yetka. Nədir bu? Dünən hardaydınız, pərdə var idi. İndi açım göstərim onu. Otel. Yığışmadınız da bu otellərdən anabolada. Biri var cuya bizim parmağım. Tüm göstərim zatına. Qaqa nə daşır evlər? Ay qız. Ay kız orada. Ay kız orada. Ay çekilin de. Buyur balaca kız buyur. Balaca kız bu boydadır. Ki mən heç nə baxmamışlar heç mənə. Bir də bir şey tutmalı değil sən. Hamısı eyni şey istifadə edir. Aydağlarına qaçır ondan sonra bu başlıyor. Oy. Başımda problem var. Nə kimi problem? Başında problem var. Ağrılarım var. Anar doktor müalicə eləyən da siqnalizasiya deyir, Hala doktor müalicə edilən mən. getmir. Sizin nə var? Gündəlik. Bu araba maşının dolu altında oluyor. Signal demək istəyir. Hə, signal demək istəyir. Başına deyim çatmır. Temudan gələn əşrəf. Əşrəfdən daha çox əşrəf oxşayırsan. Dilimi tuta bilərəm, amma üz ifadəmə əsla. Oy zübü. Biraz baş yekə üzü bazı tema görünür. Biraz ay kaldırma kaçırsa ya da kaldırma. Tema ne sana? Zor kaçır. Yukarıda şey iyidir. Fikir verin. Eşitliğim ben mantıklı diyalog. Yani... Şaşı bizim millette beləncik rahat bir şekilde öz səhvlərini qəbul edebiliriz. Ah, les gustó esto, me dio una sobredosis de azúcar. Les gustó eso, My type. I am trigender, which means like a triangle, I have 3 genders. What the fuck? Male, female, and non-binary. Man, shut your ass. Man, shut your bitch. Hareket ederken yakalanan heykeller. Hareket ederken yakalanan heykeller. Özgürlük heykeli. Niye çizgilerin yanında da? Şu anlar buraya aldı. Nerede bu? Koti'nin aşkadı.
Haşka lap avya qaqaşlara oxşuyur sənə. O günlərdə Koti videoma yorum yazmışdı. 2 dəfə görmüşəm bu arada. Yorumlarına mırta baxırdım. Gördüm şeyində, yorumlarında gördüm. Bir dənə də videom yazmışdı ki, nə buydu gülməli falan kimi hər şey yazdı. Deyəsən o bir dənə qız var idi ya. Mənim videoma fikir bildirmişdi. Sözdə mənim videoma fikir bildirmişdi ya. Deyəsən onun videosuna baxıb deyəsən qızın tərəfi tutmaq üçün gəlib mən heç şey yazdım. Cinsə görə yox da fişə görə davranmağı nə vaxt öyrənəcəklər mənə maraqlıdır. Fikrini denən və qaç, amma mən qaçmıram. Aha. Görə elə fişlərinə qatılacaqmıyıq Haşkanın. Büclərdən danışan lüboy məsələdə oğlan qeyd. Yəni büzlərdən ümumiyyətlə büzlərə inanan, nəysə bu haqda çox da şey üzərinə getməyim. Amma hə, düzdür, bu da haqlı, qatılıram. Geysiz. Ha, yaxşı deyəndə yəni inananlar ki. Hər görüşdə şotun oğlanın verməsi düzgün deyil. Düz deyil, haqlıdır. O, bu necə olur ala? Gözlə bir dəqiqə. Xəyanətə xəyanətlə cavab verən insanların beynində problem var. Bunu da düz deyir. Abi, bu video necə olur belə? Heç bir işdə işləməyib hər şeyi kişidən gözləmək düzgün deyil. Çəhrayı rəng dünyanın ən mənasız rəngidir. Hə, buna bir şey Bir deyəm də fosfor rənglər. Fikirdir. İtlər pişiklərdən daha mükəmməldir. İtlər pişiklərdən daha mükəmməldir. Ya bu da bir fikirdir, buna da bir şey deyə bilmərəm. İt patisi bir şey yox. Ancaq bu arada var, dedikləri çoxuna qatılıram bu arada. Yəni mən gözləyirdim ki, yəni sən belə necə demək, qəribə fikirlər desin, şey eləyim, tənqid eləyim. Prosta elə şeylər demədi bu arada. Yəni qatılıram. Yəni mükəmməl videodur, xoşuma gəldi. Artıq 5 ildir bunları sildirməkdən yorulmuşam, siz yorulmuşsunuz. Vallahi əgər mən istəsəydim, bəzi blogerlər kimi cəmiyyətdə fırladım. Ancaq öz maraqlarım naminə yaşayıb. Sən bilən söz deyim, editə qoyduqların yarısı bloger deyil. Bilirsiniz ki, proqramsız, panelsiz ən yüksək izləyici də, ən yüksək reytinq və məşhurluq da məndəyim. İzləyici kütləməni kontrol edərdim, heç ruhları belə inciməzdi. Amma Allah üçün bunu etmədim. Mən də bacardığım qədər cəmiyyəti kusurana doğru axıranlardan olmaq istəmədim. Harun Məmmədov bir markadır. Harun Məmmədov adamdır. Həqiqətən adamın dividir. Haşka da yazıb ki, o qədər sevirəm ki, bu insanı ikimizi də eyni etdə qoyduğuna görə sağ ol admin. Abi Haşka getdikcə gözümə girməyə başlayır. Oğlum nədir? Türkiyənin ən sevilən 6 komedyeni. En sevilen 6 komedyeni. Komedyen deyince akla ilk Cem Yılmaz gelir. Evet, Cem Yılmaz listenin 6. Cem Yılmaz mı? Aa, çok tanımıyorum orada komedyenleri. sırası. O zaman Ata Demirer değil. Hayır, o da listede yok. Şafak Sezer var mı? Hayır, listede yok. Yok artık. Ya bunlar yoksa listede kim var? Hasan Can Kaya falan mı var? Evet, listenin birinci sırasında. Sağ olun arkadaşlar. Bu mutlu günümde beni hatırladınız. Məncə də bir nömrə olmalı, həqiqətən bir nömrə olmalıydı Kemal Sunal. İndiki var, nağar eləsin başa yəni Amerikan təzədən kəşfiyyəsində Kemal Sunal qədər ola bilməzlər də. Fərət qoydu pesatı. Ama Marcel var. Mənim videomdur bu. Yəni. Hey oğlanlar, bunu unutmayın. Bütün qadınlar eynidir, ancaq makyajları fərqlidir. Qəşəydi bu arada, xoşuma gəldi. Yəni mənə düzəldilmiş ən mükəmməl edit. Oha 1700 like gəldi buna. Bacarıqlı bir qardaşımızdır həqiqətən. Ah, həmin qaqaşın editidir. Gözlə bir dəqiqə. Ah, bu üçlü. Ən sevdiyim blogger üçlüsü. Aha. Bayağı qəşəng videoydu, like attım bunu. Bu adam yaradır abi bu arada həqiqətən. Nəticə inşallah bu video bu qədərdir. İndiyə sevdiyiniz bir video olmuşdur. Gələcək bölümlərdə nə tip videolar baxmamı istəyirsə, burada gördüyünüz Instagram səhifəsindən mən yazmağı unutmayın. Əmin olun ki, yəni isteklər qəbul etmirəm də, sadəcə videoları götürürəm oradan. Narahat olmayın. Yəni bu videoda da çox 90% videonu oradan götürmüşəm. Videoda bir dənə link atmağı unutmayın. Gələcək videoda görüşürüz.